qardaşlığı darmadağın edən ən böyük bəla qeybət xəstəliyidir. Ən böyük bəla. Və bundan Allaha sığınmalıyıq ki, ya Rabbi bizi bu xəstəlikdən qoru. Ya Rabbi qeybət edən qardaşlarımıza şifa ver, onlara yardım et ki, və qeybətdə onlara yardım etməməliyik. Bax ki, Fudeyl İbn İyad Rahimullah nə söyləyir? Söyləyir ki, əgər bir toplamda, bir yerdə qeybət üzə çıxarsa, yəni qeybət yayılarsa, orada Allah üçün qardaşlıq qalmaz. Aradan qalxar. Onlar qeybətə icazə verməzdilər, sahabələr. Tabeinlər qeybətə icazə verməzdilər yanlarında hər hansısa bir qardaşın qeybət edilsin. Ona görə onlarda olan qardaşlıq möhkəm idi. O zaman ki, qeybət girdi, artıq necə ki, Fudeyl İbn İyad Rahimullah deyir ki, ortada qardaşlıq qalmaz. Aradan qalxar. Çünki qeybət iki qardaşın arasını darmadağın edir.